Dostlar, hər kəsə salam olsun. Bu gün sizlərlə dövlət qulluğunda biz baxacağıq artıq təsnifatlara baxacağıq. Onu da qeyd edim ki, təsnifatlar mövzusun yaxşı öyrənməyiniz üçün ilk olaraq nəyi bilməlisiniz? İlk olaraq siz kateqoriyaları yaxşı şəkildə bilməlisiniz. Kateqoriyaları bilmirsinizsə bu mövzuya baxmağınıza ehtiyac yoxdur. Özünüzü yormayın. Siz ilk olaraq kateqoriyaları izləyin o videomu, ondan sonra gəlin keçin bu təsnifatlara. Təsnifatlarla bağlı nə demək istəyirəm? Baxın, ilk olaraq bizdə cədvələ daxil olanlar var. Burada da altından xətt çəkmişəm və cədvələ aid olmayanlar da var. Onlar hansılar olacaq? Biz cədvələ daxil olanlara baxacağıq. Gəlin baxaq. İlk olaraq uşaqlar, bax mən necə yazmışamsa siz də o şəkildə dəftərinizin bir hissəsində burada qeyd edirsiniz aparat rəhbərin, aparat rəhbərinin müavini, bölmə rəhbəri, bölmə rəhbərinin müavini və mütəxəssis. Hə, bax bu mütəxəssisə kimlər aid olacaq? Bunlara aiddir baş mütəxəssislər, baş məsləhətçilər, hakim köməkçiləri və yaxud da sektor müdirləri. Ali kateqoriya dövlət orqanında aparat rəhbəri alidən başlayır. Baxın, bizim açarımız bu olacaq. Ali bərabərdir aliyə. Aparat rəhbərinin müavini isə və bölmə rəhbəri, yəni şöbə rəisləri bunlar eyni təsnifatdan olur. Birinci təsnifatdan olacaq. Bölmə rəhbərinin müavini 2 və mütəxəssis 3 olacaq. Burada bizim açar nöqtələrimiz nədir? Baxın, istənilən kateqoriyada mütəxəssisi tapmaq üçün üzərinə 3 gəlirsiniz həmin kateqoriyasının üzərinə. Alini siz 0 kimi götürsəz, 0-ın üzərinə 3 gələndə bu eləyəcək 3. Yəni mütəxəssisin 3 olduğunu tapdınız 3-cü təsnifat. Əgər mütəxəssisi tapmısınızsa bilirsiniz ki, bölmə rəhbərinin müavini də ondan bir pillə aşağıda olacaq. Aşağı dediyim yəni nədir? Tərs məntiqlə də burada aşağıya doğru rütbələr yüksəlir. 1, 2, 3 görürsünüz. Burada rütbələr artdıqca belə deyim vəzifələr kiçilir. Belə. Bu bizim ali kateqoriyamızdır uşaqlar. Sonra ikinciyə gəlirik. Birinci kateqoriya dövlət orqanlarında. Birinci kateqoriya dövlət orqanlarında bu isə 1-dən başlayır. 1 bərabərdir 1-ə. Baxın, buradan da başlayırıq. Yenə aparat rəhbəri 1-dir. Aparat rəhbərinin müavini ilə bölmə rəhbəri alidəki kimi eyni olacaq. 2 də olacaq. Yəni eyni dediyim ikisi də eyni təsnifatda olur. Yəni rəqəm olaraq demirəm. Bölmə rəhbərinin müavini 3, mütəxəssis 4. Axı bayaqları sizə açar bir nöqtə dedim. Dedim ki, siz kateqoriyanın üzərinə 3 gələndə mütəxəssisi tapa bilirsiniz, düzdürmü? Mütəxəssisi də tapdınız, 4 tapdınız. Yəni istədinizsə bunu tapandan sonra digərlərini də tapmaq çox rahatdır. Yenə deyirəm, birinci kateqoriyada 1-dən başlayır. Məsələn, buna aid sual verirəm. Deyirəm, hüquq yox, hesablama palatasında şöbə rəisi neçədədir? Baxın, şöbə rəisi burada göstərmişik, ikinci təsnifatdadır. Və yaxud da ki, deyirik, baş prokurorluqda mütəxəssis. O neçədir? 4-cü təsnifatdadır. Və yaxud da ki, ombudsmanda aparat rəhbəri. Bu isə birincədədir. Yəni 1-1-dən başlayır, mütəxəssis isə 4-dür. Üzərinə 3 gəlsəz bunu tapa bilərsiniz çox sadə şəkildə. Keçirik ikinci kateqoriya. İkinci kateqoriyada Naxçıvanda ayrıdır, Azərbaycanda ayrı. Naxçıvanda aparat rəhbəri 2-dir. Aparat rəhbərinin müavini ilə bölmə rəhbəri 3-dür. Bölmə rəhbərinin müavini isə 4-dür, mütəxəssis 1. Siz əgər 2-nin üzərinə 3 gəlsəz, mütəxəssisi tapa bilərsiniz ki, mütəxəssis 5-dədir. Və onu da qeyd edim ki, uşaqlar, baxın, bu 5-ci mütəxəssisin təsnifatı ikisində də eynidir. Və bir məsələ var. Aparat rəhbəri Naxçıvanda 2-dirsə, amma Azərbaycanda aparat rəhbəri ilə aparat rəhbərinin müavini eyni təsnifatda olacaq. 3-cü olacaq. Bölmə rəhbəri ilə bölmə rəhbərinin müavini bu da eyni təsnifatdadır. 4-dədir, mütəxəssis 5-dədir. Yəni, əgər sual olunsa ki, məsəl üçün, apellyasiya məhkəməsində aparat rəhbəri neçədir? 3 deyəcəksiniz. Amma aparat rəhbərinin müavini bu da 3 olacaq Azərbaycanda. Yəni belə yadınızda saxlayın. Dəftərinizin bir hissəsində bunu da qeyd edin ki, Azərbaycanda ikinci kateqoriyada aparat rəhbəri bir pillə özündən yuxarıdan başlayır, 3-dən başlayır. Baxın, 2 plus 1-dən başlayır, amma Naxçıvan aidiyyatı yoxdur. Məsələn, Naxçıvan Ali Məhkəməsində aparat rəhbəri 2-dir. Bu da belə uşaqlar. Və növbətisinə baxaq. Növbəti 3-cü kateqoriyadır. 3-cü kateqoriyada da mütəxəssisi tapmaq üçün 3-ün üzərinə 3 gəlsəz 6-nı tapmış olursunuz. Burada hər ikisində 6-dır. Naxçıvanda aparat rəhbərinə, yəni daxil olmaqla hamısı 5-də olacaq. Bölmə rəhbəri, bölmə rəhbərinin müavini, aparat rəhbərinin müavini. Amma Azərbaycan Respublikasında isə bayaq dedim, bizdə kateqoriyanın üzərinə 1 gəlsəniz aparat rəhbərini tapa bilərsiniz. Yəni 3-ün üzərinə 1 gələndə görürsünüz ki, bu artıq 4-dən başlayır. Yəni bunlar eyni idi Azərbaycanda 2-dən sonra. Aparat rəhbərinin müavini eynidir, 4-dədir. Bölmə rəhbərinin müavini 5-dir, mütəxəssis 6-dır. Yəni siz onu da bilirsiniz ki, mütəxəssis 6-dırsa, bölmə rəhbərinin müavini heç vaxt 6 ola
bilmir, yəni bu üçüncü kateqoriyada. Növbəti dördüncü kateqoriyadır. Dördüncü kateqoriyada bizdə bilirsiniz rayonlara aid olan dövlət orqanları idi. Burada yerli icra hakimiyyətində şöbə rəisləri 6-dır, şöbə rəisinin müavini də 6-dır, mütəxəssis 7-dir. Yəni 4-ün üzərinə 3 gələndə siz mütəxəssisi tapa bilirsiniz. Və eyni şəkildə mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, məsələn Maliyyə Nazirliyinin Quba rayonundakı bölməsi, burada da bölmə rəhbəri burada 5 olur, bölmə rəhbərinin müavini 6 olur, mütəxəssis isə 7 olur. 5-ci kateqoriyada isə uşaqlar, yenə də mütəxəssis 7 olacaq. Əlbəttə ki, siz bunun üzərinə 3 gələndə 8 verir, amma 8-ci təsnifat olmadığı üçün biz bunu ən sonuncuya 7 atacağıq. Burada yəni Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan agentlik və xidmətlərin yerli bölmələrində mütəxəssislər 7-dir, bölmə rəhbəri isə 6-dır. Yerli icra hakimiyyəti orqanının yanında olan orqanlar isə burada isə hamısı 7-dir. Bu bizim cədvələ aid olan hissəmizdir. Siz də bu şəkildə yazsanız narahat olmayın, heç bir problem olmayacaq. Açar nöqtələrimizdə dedim, mütəxəssisin tapılma yolun və məsələn 1-1-dən başlayır, ali-alidən başlayır, Naxçıvanda 2 isə 2-dən başlayır. Növbəti uşaqlar, cədvələ daxil olmayanları biz necə yadımızda saxlayacağıq? Bizdə də bu gəlir qəbulda düşür, qəbul suallarında. Gəlin baxaq. Baxın, burada bizim açar nöqtələrimiz var. Burada nə deyirik? Deyirəm ki, ali təsnifatda müavin və yaxud köməkçi sözü yoxdur. Bunu yadınızda saxlayın. Birinci təsnifatda prezidentin buna biz komandası da deyəcəyik. Yəni burada prezidentin, vitse-prezidentin köməkçilərindən söhbət gedir. Və bizdə ikinci təsnifatda isə artıq ali kateqoriya dövlət orqanlarında, buradan antivirus da gəldi, ali kateqoriya dövlət orqanlarında yəni rəhbərlərin köməkçiləri olacaq və üçüncü təsnifatda isə həmin o rəhbər müavinlərinin köməkçisidir. Dördüncü təsnifatda isə burada da baxacağıq yerli, məsələn, yerli icra hakimiyyətində başçının müavini o dördüncü təsnifatda olacaq. İndi gəlin bunlara ətraflı şəkildə bir-bir baxaq. Baxın, birinci bizə ali təsnifat lazımdır. Görək, ali təsnifatda hansılar var? Əlavə olaraq, cədvəldən əlavə olaraq gedəcək söhbət. Məsələn, prezident administrasiyasının rəhbəri var. Administrasiyada birinci vitse-prezidentin fəaliyyətini təmin edən struktur bölmənin rəhbəri var və dövlət başçısının fəaliyyətini bilavasitə təmin edən aparat rəhbərləri, məsələn, Nazirlər Kabinetində aparat rəhbəri, bu zaten cədvələ daxil olan bir hissə idi. Belə, yəni burada da yazmışıq ki, burada asan yadda qalması budur ki, ali təsnifatda müavin və yaxud köməkçi sözü yoxdur. Hamısı rəhbər olur. İndi birinci təsnifata baxırıq. Birinci təsnifatda birinci köməkçilərə baxırıq. Prezidentin də, vitse-prezidentin də köməkçiləri hamısı birinci təsnifatdadır və prezidentin nümayəndələri xüsusi tapşırıqlar üzrə nümayəndədir. Hətta iqlim məsələləri üzrə nümayəndə və bu nümayəndələrin müavinləri də birinci təsnifatdaydı. Bunu yadınızda saxlayın. Bəzən görürsünüz, nümayəndələri, müavinlərin siz 2-yə atırsınız. Xeyr, nümayəndənin özü də, müavini də birinci təsnifatdadır. İkinci təsnifatda məsələn, burada baş nazirdir, onun köməkçisidir, Milli Məclisin sədrinin köməkçisi, Ali və Konstitusiya Məhkəmə hakimlərinin sədrlərinin köməkçisi. Bax, gördüyünüz kimi burada nə var uşaqlar? Hamısı ali kateqoriya dövlət orqanıdır. Bunların köməkçiləri olacaq məhz ikinci təsnifatda, yəni prezidentlə bir ola bilməz də. Prezidentin köməkçisi birdədirsə, bunlarda da 2-dədir. Və daha sonra biz ikinci təsnifatda hansıları aid edəcəyik? Əslində bu hissədə də yazmışıq. Məsəl üçün baxın, Naxçıvanda ikinci kateqoriya orqan aparat rəhbərləri bu zaten var idi. Xarici ölkədə ticarət nümayəndəsi idi və yaxud audiovizual şurada aparat rəhbəridir. Korrupsiya komissiyası üzrə katibdir. Burada bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Audiovizual şura ikinci kateqoriyadır. Biz demişdik ikinci kateqoriyada aparat rəhbərləri Azərbaycanda 3-dən başlayır. Amma gördüyünüz kimi burada bu bizim istisnamızdır. Məsələn, ikinci təsnifatda həmçinin apellyasiya məhkəməsidir və yaxud müvafiq icra hakimiyyəti orqanı, audiovizual şura aparatının rəhbərləri, hətta Mərkəzi Seçki Komissiyası katibliyinin rəhbəri də bunların hər biri ikinci təsnifatda yer alacaq. Yəni 3-də yox, məhz 2-də yer alacaq. Daha sonra biz nəyə baxaq buradan? Buradan 4-cü təsnifata artıq biz baxa bilərik. 4-ə baxdıq. Biz 3-ə baxmadıq, heç uşaqlar. 3 yoxdur, deyəsən bura, hə, 3-ü bura salmamışam. Amma 3 ilə bağlı nəyə deyə bilərəm? Baxın, 3-də yəqin ki, bura düşən olmayıb. Yəni, nə demək istəyirəm? Əgər burada baş nazirin köməkçisi burada 2-dədirsə, 3-də də olacaq baş nazir müavininin köməkçisi. Məsələn, Milli Məclisin sədrinin köməkçisi 2-dədirsə, Milli Məclis sədrinin müavininin köməkçisi olacaq. Bu da 3-də olacaq. Və yaxud Ali Məhkəmə aparatında tutalım.
sədrin müavini, yəni Ali məhkəmədə var idimi? Yox, Ali məhkəmədə yox. Məsələn, burada ali kateqoriya dövlət orqanlarında o cədvələ girən hissədə mütəxəssislər var idi və sair. Yəni bunlar olurdu, belə deyək, 3-cü təsnifatda. 3-cü təsnifatda başqa hansı var idi? Ombudsman köməkçilər də bu arada uşaqlar 3-cü təsnifatdadır. Onu da yadımızda saxlayaq. Və keçək biz növbəti buradan 4-ə keçək. 3-ü belə kifayət edim. 3-də hansılar var? Ombudsmanın regional mərkəzlərinin rəhbəri var və müavini var və yaxud Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi rəhbərinin müavini var və yaxud burada biz nəyə deyə bilərik? Audiovizual Şura sədrinin köməkçisi də həmçinin 4-dədir. Yerli icra başçısının da müavini, o da 4-dədir. Bax belə. Artıq digərlərini yazmağa ehtiyac yoxdur. Onlar zaten cədvəldə olurdu. Yəni söhbət burada 5-ci təsnifat 6-7-dən gedir. Biz burada Naxçıvana aid qısa şəkildə deyə bilərik ki, baxın, prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi 1-ci təsnifatdadır dedik axı. 2-ci təsnifatda burada Naxçıvanın 2-ci kateqoriya dövlət orqanı aparatlarının rəhbəridir. 3-də nə olacaq? Naxçıvan Ali Məclis sədrinin, baş nazirinin və icra orqanı rəhbərlərinin köməkçiləri bu olacaq. 3-də olacaq. Yəni mərkəzi icra hakimiyyət orqanlarının. Bir də 4-də də olacaq Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi rəhbərinin müavini. Bunları da bu şəkildə yadınızda saxlaya bilərsiniz. Daha sonra biz bunlara baxdıq. Ombudsmanın köməkçisi 3-dür, regional mərkəzlərinin müavini 4-dür. Audiovizual Şurada apar rəhbəri 2-dir, Şura sədrinin köməkçisi 4-dür. Korrupsiyaya qarşı mübarizədə komissiya katibi 2-dir, MSK-da isə katiblik rəhbəri bu da 2-dir. Bax belə. Sonra biz burada ümumi bizim cədvəlimizə bir də yekun kimi baxaq. Yəni ali təsnifatda burada oldu prezident administrasiyasının rəhbəridir. Prezidentin belə birinci vitse-prezidentin bölmə rəhbəri, yəni bölmə rəhbəri dedikdə mən bunu qısa şəkildə dedim. Vitse-prezidentin fəaliyyətini təmin edən struktur bölmə rəhbərindən söhbət gedir. Birinci təsnifatda həm birinci vitse-prezidentin, həm də prezidentin köməkçiləridir və yaxud prezidentin nümayəndələri var burada. İkinci təsnifatda burada audiovizual şuranın apar rəhbəridir və yaxud da ki MSK-da katiblik rəhbəridir. Yəni orada köməkçilərdən isə burada baş nazir köməkçisi olacaq, Milli Məclisin sədrinin köməkçisi, baxın bunun hamısı köməkçiyə aiddir. Konstitusiya Məhkəməsi sədrinin köməkçisi, Ali Məhkəmə və s. Bir də prezident aparatının da rəhbərinin köməkçisi də o da 2-ci təsnifatdadır, yadınızda saxlayın və xarici ölkələrdə yerləşən ticarət nümayəndəsidir. Bu da 2-dədir. 3-də də dediyimiz kimi baş nazir müavininin və yaxud bu yuxarıdakılarında, yəni bu işarə elədiyim Ali Məhkəmə, Konstitusiya Məhkəməsi, bunların sədr müavinlərinin köməkçiləri olacaq. Məhz 3-də, məsələn, Hesablama Palatası rəhbərinin köməkçisi və s. Eyni şəkildə Naxçıvanın baş nazirinin köməkçisi. Belə. 4-cüdə də artıq burada da dedik, Ombudsmanın regional mərkəzi rəhbərinin köməkçisidir və yaxud audiovizual şura sədrinin köməkçisi, Naxçıvanın Bakıdakı nümayəndəliyinin müavini. Bax belə uşaqlar, güman edirəm ki, bu sizin yaddaşınızda yaxşı şəkildə qalacaq. Çox da çətin bir şey deyil. Bir cədvələ daxil olan hissəmiz var. Onu dedim bu şəkildə yazırsınız. Sonra buradan siz bunu baxırsınız. 1-1-dən başlayır. Məsələn, Naxçıvanda 2-2-dən başlayır və s. Yəni bu şəkildə yazırsınız. Bu da cədvələ daxil olmayan hissələrdir. Bunu da qısa şəkildə sizin diqqətinizə çatdırdım. Belə deyim, izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Hər hansısa bir şərhiniz olarsa yazmaqdan çəkinməyin burada şərh hissəsinə və eyni şəkildə Telegram və WhatsApp qruplarıma da üzv ola bilərsiniz. İzlədiyiniz üçün bir daha hər birinizə təşəkkür edirəm. Sağ olun.